Rusiya Ukraynadan sonra növbəti hədəflərini müəyyənləşdirir. Moskva Ermənistan və Mərkəzi Asiyadakı dayaqlarının zəifləməsindən narahatdır. Kremlin təbliğatçısı Vladimir Solovyov bildirib ki, Moskva Ukraynaya tətbiq etdiyi yanaşmanı sözü gedən ölkə və regiona da təkrarlamalıdır. Solovyov Rusiyanın Ermənistanı itirməsinin ciddi nəticələr doğura biləcəyini deyib. Hətta o, bunun qarşısının alınması üçün hərbi əməliyyatın keçirilməsinə dair çağırış edib. Maraqlısı budur ki, işğal çağırışları edən Vladimir Solovyov 2013-cü ildə Ermənistanın Şərəf ordeni ilə təltif olunub. Rusiyalı telejurnalistin bu açıqlamaları İrəvanda narazılıqla qarşılanıb. İndi isə Ermənistanda bu mükafatın onun əlindən alınmasına dair fikirlər səsləndirilir. Ermənistan özünü Rusiyadan tam asılı vəziyyətə salan bir dövlət olmasaydı, bugün Vladimir Solovyov və yaxud rəsmi Moskvanın digər ruporları Ermənistana münasibətdə bu fikirləri səsləndirməzlər. Öz ərazisinin bir hissəsində Rusiya bazasını, sərhədlərində Rusiya sərhədçilərini saxlayıb, digər yerlərində isə Avropanın ayrı-ayrı dövlətlərinin qüvvələrini yerləşdirərkən bunu düşünməli idi. Nəticə çıxarmalıdırlar ki, onlar da günlərin birində Ukraynaya göstərilən dəstəyi heç vaxt görməyəcək dövlətlərdirlər və onlar anlamalıdır ki, bu amil onları daha ciddi sirkələnməyə, daha ciddi ehtiyatlı olmağa deməli, vadar etməlidir.